İran-İsrail arasındakı gərginlik təkcə iki ölkə ilə məhdudlaşmır. Artıq onun təsirləri bütün dünyanı bürüməkdədir. Bu savaş Cənubi Qafqazı necə təsirləndirir sualı isə günün əsas müzakirə mövzusudur. Yaxın Şərq yenidən alov içindədir. İran və İsrail arasında artan gərginlik bölgədə təhlükəli bir dönəmin başlanacağına işarə edir. Diplomatik çıxış yolları tükəndikcə hər iki tərəfin sərgilədiyi sərt ritorika, hərbi hərəkətlər təkcə region deyil, bütün dünyanı narahat etməyə başlayıb. Sözsüz ki, baş verən hadisələr Azərbaycanda da diqqətlə izlənilir. İranla həmsərhəd olmağımız, savaşın uzanması sözsüz ki, narahatlıq yaratmaya bilmir. Belə bir məqamda Azərbaycan regional sabitlik və təhdiddən yayınmaq üçün neytral və balanslı mövqeyini qorumağa çalışmaqdadır. Amerikanın hətta müharibəni genişləndirməkdə olan o bomba atışlarının qarşısını alınmasına qəti öz etirazını bildirdi və bu müharibə genişlənərsə Azərbaycan istər-istəməz bundan əziyyət çəkəcək. Lakin bütün bunlara baxmayaraq Azərbaycan ilk gündən öz hava məkanının və ərazisinin bu müharibədə hər hansı bir tərəfin istifadə etməsi üçün qətiyyən yol verilməz olduğunu və icazə verməyəcəyini bildirib və bu prinsipə davam eləyir. İran-İsrail savaşı göründüyü kimi ən qorxulu mərhələyə qədəm qoymaqdadır. Tərəflərin heç birinin güzəştli mövqe tutmaması vəziyyəti bir qədər də gəlizləşdirir və regional sabitliyi təhdid edən yeni mərhələyə keçid edilir. Bu ölkəmiz üçün təhlükəli olsa da diplomatik təşəbbüs və beynəlxalq müstəvidə aktiv rol oynamaq üçün bir fürsət də ola bilər deyə təhlilçilər qeyd edirlər.